Salam, hər vaxtınız xeyir əziz müştərilərimiz. Bu günlər isə Xırdalan şəhərində elə bir mənzil göstərəcək ki, mənzildə yoxdur. Bütün əşyalar qalır. 3 otaqlı. Masazır dairəsinin yaxınlığında, Bakı-Sumqayıt yolunun üstündə Xırdalan şəhərinə düşür. Qonaq otağından balkonumuz var. Balkonumuz da həmin Bakı-Sumqayıt yoluna baxır. Balkonumuz. Bütün otaqlarından balkona çıxışı var. İndi o biri otaqdan sizə əsas yolu göstərəcək. Deməli, 15 mərtəbəli binanın 12-ci mərtəbəsində qoşa lifti var. Bu mənzilimizin girişi, mənzilimiz açıq rənglərdən istifadə olunub deyə həqiqətən mənzil çox super görsənir. Yəni, göründüyü kimi həqiqətən super mənzildir. Deməli, qonaq otağımızı göstərdik. O mətbəximiz, sanitar qovşağımız, mətbəximiz, bir yataq otağı, ikinci yataq otağı. İndi isə keçirik mətbəximizə. Zəhmət olmasın. Mətbəximiz. Mətbəxdə də dəyərli müştərilərimiz, mənzildə nə görürüz? Hamısı qalır. İnanın ki, mənzilimizin 30 minlik əşyası var. Mətbəximiz, bir dənə balkonumuzda, sənədləri tam qaydasındadır. Qubça var, bir dənə əsas yolu göstərir zəhmət olmasın. Qol sistemimiz, Masazır dairəsi, Bakı-Sumqayıt yolu. Mənzilimizin suyu, işığı, qazı, lifti, sənədləri tam qaydasındadır. Qubça var, qubça hal-hazırda əlimizdədir. Mənzildə elektrik avadanlıqları da qalacaq müştərilərin. Yataq otağımız, yataq otağından da balkonu var. Bunu da həmən balkonu. Bu da əsas yola baxır. İndi isə keçirik ikinci yataq otağına. Bu da ikinci yataq otağımızdır. Mənzilimizin yaxınlığında məktəb, bağça, tualet keçir. Marşrut tam evimizin yanından keçir. İndi mənzilimizin koridoru, sanitar qovşağı, mətbəxi, yeri metlaqdır, altı stipa olan təchiz olunur. İndi isə keçirik sanitar qovşağına. Maşallah, sanitar qovşağı bir otaq deyib, bir dənə bax zəhmət olmasın. Dəyərli müştərilərimiz, yenidən təkrar edirəm, Xırdalan şəhərində gördüyünüz Masazır dairəsinin yaxınlığında 15 mərtəbəli binanın 12-ci mərtəbəsində 105 kvadrat metr, qubçada yazılıb 101 kvadrat metr. Sənədləri tam qaydasındadır. Kanalımıza abunə olun ki, növbəti mənzillərimizi görə bilərsiniz. Sağ olun.